Cəlilabadda məktəbdə olan nəzarətsizlik bir şagirdin həyatına son qoydu. Hadisə rayonun Xəlilabad kəndində yerləşən orta məktəbin sinif otaqlarından birində baş verib. Məlumata görə rayonun Güneyli kənd sakini 11-ci sinif şagirdi Kənan İmanzadə ilə sinif yoldaşı Sadiq Əskərov arasında mübahisə düşüb. Mübahisə zamanı Sadiq Əskərov bıçağa əl atıb və Kənan İmanzadənin ürək nahiyəsinə bir zərbə indirib. Güneyli kənd sakinlərinin verdiyi məlumata görə hadisə dərs zamanı olub və həmin vaxt sinifdə müəllim olmayıb. Yaralı şagird Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Kənd sakinlərinin sözlərinə görə hər iki şagird 4-cü sinifdən sonra qonşu kənddəki məktəbdə təhsillərini davam etdirirmiş. Güneyli kəndində ibtidai məktəb olduğundan yuxarı sinifdə təhsil alan şagirdlər Xəlilabad kəndinə getməyə məcbur olurlar. Kəndlilər deyirlər ki, dəfələrlə bunun qarşısının alınması üçün kənddə tam orta məktəbin açılması barədə aidiyyatı qurumlara məlumat verilsə də buna məhəl qoyulmur. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Feyzullah. Necə olub? Bu hadisə necə eşitmisiniz? Eşitmişəm ki, belə hadisə olub. Məktəbdə bıçaqlanma olub, bəs. Başqa şey. Uşaqlar necə əvvəl mübahisəsi filan bir-birinə? Heç nə olmuyor. Necə uşaq olublar özü məktəbdə? İkisi də yaxşı uşaq olub. Tərbiyəli, qanacaqlı, oxuyan uşaqlar olub işte. Savad uşaqlar olub. Bəs ailələr arasında Heç ailədə heç problemi yox. Nə qədər müddət idi qonşu kəndə gedirdilər məktəbə? Əvvəldən orada oxuyurdular. 11-də oxuyurdular hər ikisi. Bizim kənddə 4 illi idi, 4-ü qutarıb oraya gedirdi. Uzun müddətdə orada oxuyurdu.